Ata da oxşuyur amma. Ata da oxşuyur amma. İki dənə ata da oxşuyur qabaq-qabaq. Elsa Seyidcan. Əhsən sənə. Mikrofonu götürərsən, qısaca amma, qısaca. Müsiflərimiz, bu Elsa Seyidcandır yoxsa yox? Kənardakılar atdı, bilirəm ki. Oxşayır, oxşayır. Yox, yox. Deyil, amma oxşayır. Kimdir bəs? Yox, mən əslində bu... İki dənə atdı o. Bəli, bəli. İki dənə atdı, prosta obrazı qız görsəndə də yəni. Sən istəməsən də o Elsa Seyidcan alınır. Heç olmasa deyərdin də Elsa Seyidcandır. Elə ona görə də sənə yox deyirəm. Artıq bizim yox deməyimizdən bir şey çıxmır. Alqışlayıram. Sevgililərin elə bir rekviyemi. Fərmana səs göndərmək üçün çox gözəl. SMS nömrəsi 10-dur. 10 yazıb 86 101-ə, 86 110-a və 86 120-yə göndərə bilərsiniz əziz tamaşaçılarımız. Fərmanın dəstək gözləyirəm. Danışacaqsınız hələ. Vaxt olacaq danışmağa. Keçin, əyləşin. Fərman çox sevindirdin bizi. Valla Fərmanın bu əsərinə baxdıqca adam doğrudan zövq alır. Çox maraqlıdır. Adamın ayısı gələrik onu atmağa. Onu verəcəklər. Əslində verəcəksən, aparıb qoyarsan evə. Onu verin mənə, Fərman. Da həmişəlik belə, yoxsa onu körlamayın, onu verərsən mənə. Amma körlamayın onu, heyfdir, o gözəl əsərdir. Valla, yəni o iki fantaziyası çox güclüdür. Fərmana səs göndərmək istəyənlər, yenə söyləyirəm, 10 yazıb 86 101-ə, 1 səs üçün 86 110-a, 10 səs üçün və 86 120-yə, 20 səs üçün göndərə bilərsiniz. Və yeri gəlmişkən, hal-hazırda Fərman birinci yerdədir. Kürdəmirdən olan iştirakçımızı dəstəklədilər və onu birinci yerə gətirdilər, əyləş. Yəni, Fərmanın atları ərşə qalxdı, onun üçün çoxlu SMS-lər gətirdi. Bəli, mənə gəlir ki, onun bu gözəl fantaziyasını dəstəkləyənlər çox olacaq. Əhsən sənə Fərman. Bax, bugün səndən ürəyim rahatlandı biraz. Yavaş-yavaş rəssam olursan sən. Doğrudan da gözümüzün qarşısında. Yavaş-yavaş, doğrudan da. Güləsən,
Mənim bəxtimdəndir. Bu gün hamısı bir-birindən gözəl çıxışlar eləyir. Mən də baxıram, zövq Siz də alıram. gözəlsiniz axı, ona görə. Gözəl gününüz Çünki olsun. sizin də gözəl ürəyiniz var axı, ona görə. Mən də sizin yanınızdayım. Siz də hamınız Çox sağ mənim olun. canlarımsınız. İndi ona Fərman görə nətər çox idi? Təşəkkür edirəm. O da yaxşı, super. Qabiliyyəti xoşunuza gəldimi? yoxsa? Maşallah. Mən rəssam deyiləm, amma baxanda görsənir axı sənət əsəri, zəhmət, əziyyət, gözəllik. Fərmanın Bu heç qədər bir təhsili alqışlar. yox da. Maşallah. Hə Fərman? Heç bir rəssamlıq təhsili, deyim ki, nəsə Maşallah, bilsin, maşallah. nəyisə cızma-qara eləsin. Qətiyyən belə şeylər yoxdur. Və birazdan Ötən dəfə də Fərman sizi şoka salan bir məqam olacaq. Hamımızı. Güləz xanım, ehtiyatlı olun. Bu studiyada hər kəs ehtiyatlı olsun. Bizi şoka salan bir iştirakçı olacaq. Bax, mənim əlimdə tutduğum bu kağız vasitəsilə, bunun bu bir üzündədir. Onu sizə göstərməyəcəm. Amma birazdan bu insan sizi necə şoka salacaq biləcəksiniz. Hələlik isə reklamlardan dərhal sonra davam edəcəyik.